Satışdakı ən ucuz 6 otaqlı Kutucalı həyət evini çəkib sizlərə göstərəm. Torpaq sahəsi 2.2 sotlu, evin daxilində 3 ədəd sanuzel var. Geniş otaq ölçülərinə sahibdir. 220 kvadrat metrlik bir sahəyə malikdir. Giriş isə bu qaydadadır. Baxın hörmətli izləyicilər. Təkcə bu hissədə 3 maşın daxil ola bilər. Digər hissələrdə də yer var görürsüz. Evin qiyməti 129 min manatdan təklif olunur. Bu gördüyünüz evin qiyməti 145 min manatdan 129 min manata endirilib. Qiymətində 16 min manata endirim olunub. Masazırda 6 nömrəli məktəbin yanında yerləşir. Evin daxilinə tanış edeyim. 2 metrlik foyesi var hörmətli izləyicilər. Qranit olan yerlərin hər biri istipoldur. Mərtəbələr arası monolit betondur və ikinci mərtəbənin yekunda da beton kəmər atılıb. Yüksək keyfiyyətlə inşa olunmuş evdir. Bu mərtəbədə yerləşir qonaq otağı, yataq otağı, mətbəx və sanuzel. Bura evin qonaq otağıdır. Belə bir qonaq otağı hissəsi var. Təxminən sahəsi 30 kvadrat metrdir. Təmir zamanı yüksək keyfiyyətli materiallardan istifadə olunub, bütün tikinti normativlərinə riayət olunaraq inşa olunub. Qazın suyun işığın fasiləsi olduğu mərkəz kanalizasiyanın fəaliyyət göstərdiyi bir ərazidir. Burada yerləşir ilk mərtəbənin yataq otağı. İkinci mərtəbədə 4 yataq otağı, 2 ədəd sanuzel yerləşir ki, sanuzelində biri yataq otağına məxsusi olaraq tikilib. Giriş hissədir, girişdə görürsünüz, sağda da giriş mebeli yığma olar, kondisioner xətti o hissədə də var. Burada yerləşir ilk mərtəbənin, daha doğrusu burada yerləşir mətbəx sahəsi. Qranit olan yerlərin hər biri istipoldur. Bura ilk mərtəbənin sanuzeldir ki, bura ümumi istifadə üçün nəzərdə tutulub. Kifayət qədər geniş ölçüyə sahibdir. Təxminən 2-nin 2 ölçülərindədir. Bəlkə daha çoxdur, daha çox olar. Kiçik olmaz. Bura pilləkənin alt hissəsidir. Pilləkən də xüsusi meşə materialından yığılıb. Görürsünüz, çox enli və yönümlü pilləkəndir. Yəni rahatlıqla bu hissələri istifadə edə bilər. İstər yaşlı şəxslər olsun, istəyir orta yaşlılar olsun və yaxud da ki, az yaşlılar. Təhlükəsi minimum endirilib pilləkənin. İkinci mərtəbəyə qalxırıq. İkinci mərtəbə bu qaydadadır. Burada bir ümumi istifadə üçün nəzərdə tutulmuş yataq otağı var. Bir ailə üçün nəzərdə tutulmuş yataq otağında. Buradan davam edək. Burada yerləşir belə bir yataq otağı. Fikir verin, bütün pəncərələrin qarşısı açıqdır. Ətraf tamamilə yaşayışlı evlərdən ibarətdir. Hörmətli izləyicilər, bütün növ yaşayış obyektləri, məktəbi, bağçası, Araz marketinə kimi hər biri qısa ayaq məsafəsindədir. Ev asfalt küçənin üzərində yerləşir. Bura ümumi istifadə üçün nəzərdə tutulmuş sanuzel. Bura ailə üçün nəzərdə tutulmuş yataq otağı. Buraya da məxsus, özünə məxsus bir ədəd sanuzel var. Baxın, belə bir yataq otağı. Və burada belə bir sanuzel. Qeyd etdiyim kimi qiymət 145 min manatdan 129 min manata endirilib. Təcili olaraq satılır hörmətli izləyicilər. Əlaqə saxlamağı unutmayın. Mən sizə son 2 yataq otağını da göstərim. Buradan başlayaq. Baxın, pəncərənin qarşısında heç bir maneə yoxdur. Evin sağ tərəfi ümumiyyətlə boşdur. Ancaq bura uşaq otaq olduğu üçün təhlükəsizlik səbəbinə görə o hissədən qoyulub. Yəni sırf uşaqlar üçün nəzərdə tutulduğuna görə. Burada növbəti belə bir ümumilikdə 6-cı otaq və eyvan sahəsinə çıxış var. Qiymət 129 min manatdır. Alıcılara endirim olunacaq. Əlaqə saxlamağı unutmayın. Satışlar bizə uyğun evlərimiz var. Evimizin sənədi Kutuca çıxarış tam mülkiyyətdir. Sağ olun, hələlik.